Qab-qacaqlar, bütün ləvazimatlar təşkil olunub, toy hazırlıqları gedirdi. Ancaq baş tutmadı. Hacıqabulun Meyniman kəndində 23 yaşlı oğlanla 16 yaşlı qızın planlaşdırılan toy mərasimi dayandırılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan bildirilib ki, məlumat daxil olan kimi tədbirlər görülüb. Rayonun Meyniman kəndində 23 yaşlı şəxslə 16 yaşına çatmayan qızın planlaşdırılan toy mərasimi barədə polisə daxil olan məlumat dərhal araşdırılıb və tədbirlər nəticəsində qanunsuz təşkil olunan toy mərasiminin qarşısı alınıb. Tərəflərin valideynləri polis şöbəsinə dəvət olunaraq onlarla profilaktik və izah edici söhbətlər aparılıb, qanunvericiliyin tələbləri izah olunub. Erkən nikaha cəlb olunan Sabirabad rayonunun Qarağac kənd sakini 16 yaşlı qızın ailəsinə baş çəkdik. Gəlmişlər qız istəməyə. Mən də vermədim. Dedim az yaşlıdır. Gözlüyüm tamam olsun. Bundan sonra gəlməm. Başqa yox. Necə olub ki, polis məlumat tutub, bilib ki, şeydir, qarşısı alınıb deyir. Nəsə? Mən heç nişan yaz, heç nə eləməm. Sən nə də ki, qız verməmişəm heç kimə. Gəlmişlər. Dedim ki, yaş tamam olsun, az yaşlıdır. Ondan sonra canım toyuz verir. Qız evi hər şeyi inkar etsə də, oğlan evində başqa mənzərə ilə üzləşdik. Toy mərasimi ötən gün keçirilsə də, toyun izləri, qab-qaşıq, ocaqda qazan və sair gözümüzdən yayınmadı. Elə toyu olan bəyin anası da olanları təsdiq etdi.